İnsanlar var ki, özünüzü yoxlayın. Sevinciniz nədədir? Səhər durum görüm, neçə nəfər mənə təbrik yazdı, like yazdı, elədi, neçə nəfər şey yazdı, ürək göndərdi, nədir. Bunlarla avarad adam var. Bunun üzərində münasibət qurur adamlarla. Sevinir, deyir ki, məsələn, bu gün mənə böyük adam zəng elədi. İşdə müdür mənə salam verdi. Sevinir. Sevinci belə şeylərə. Falan tanınmış adam məni orada təriflədi. Adam var belə sevinir. Adam da var günün axırında baxır, görür ki, bugün keçdi, mən günah eləmədim, uşaq kimi sevinir. Əleyhissalam buyurur ki, günah eləmədiyin gün bayramdır, bu deməkdir. Biz narahat olmuruq günahdan, ona görə də həyatımız günah içində keçir. Narahat olmuruq. Günahla olan həyat acı həyatdır. Günahsız həyat şirin həyatdır. İnsanın bütün xoşbəxtlikdən məhrum eləyən, ləzzətlərdən məhrum eləyən, içində olan mənəmdir. Nə qədər bu var, həyat acıdır.